Əyləş. 2 il bundan əvvəl Xocalı soyqırımı memorial kompleksinin təməli qoyulmuşdur mənim iştirakımla. Bugün isə bu memorial kompleksin açılışına toplaşmışıq. Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən Azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 62 uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir. 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür. Onların qalıqları işğaldan sonra bəzilərinin tapıldı və torpağa tapşırıldı. Azərbaycan xalqı üçün bu ən böyük faciədir və bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandığından dərhal sonra Xocalıya ədalət geniş miqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Dünyanın bir çox ölkələrində onun təşəbbüsü ilə son 20 il ərzində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konferanslar keçirilmişdir. Bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti və dünya ermənliyi və dünya ermənliyinin və Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni örtbasdır etməyə çalışırdı. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı. Və əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bugün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun olan məlumat olmayacaqdır. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir. Xocalı ədalət hərəkatının təsiri böyük olmuşdur. Yenə də deyirəm, biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar. Yenə də bildirmək istəyirəm, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti örtbasdır etməyə çalışırlar. Biz isə ədalətə doğru addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanınması bir addım idi. Vətən müharibəsi və şanlı zəfərimiz ikinci addım idi. Xocalı şəhərinin 2 il yarım bundan əvvəl işğaldan azad edilməsi isə son addımlardan
biri idi. Və nəhayət, axırıncı addım bu yaxınlarda Bakıda keçirilmiş hərbi cinayətkarlar, onlara qarşı olan məhkəmə prosesi idi və Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində hərbi cinayətkarların bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir. Bir hissəsi isə xüsusilə müxtəlif dövrlərdə separatçıların liderləri sayılan ünsürlər saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Bu, ədalətin tam təntənəsidir. Biz ədaləti özümüz təmin etdik. Xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Silahlı qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına biz ədaləti özümüz təmin etdik. Və əlbəttə ki, hərbi cinayətkarları ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək, yenə də deyirəm, bizim ədalətimizin son nöqtəsi idi. Və dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik. Azərbaycan dövləti, bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi. Nə qədər bizə işğal dövründə təzyiqlər olub, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. Həm işğal dövründə bizə ünvanlanan siqnallar ki, reallıqla barışmaq lazımdır. Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək. Böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək. Azərbaycan ordusu döyüş meydanında qələbə qazana bilməyəcək və bu kimi uydurulmuş şayələr həm geniş informasiya məkanına ötürülürdü, həm Azərbaycan rəhbərliyinə müxtəlif kanallar vasitəsilə çatdırılırdı. Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi. Və bunu dəfələrlə biz bəyan etmişdik. İşğal dövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda o vaxtki köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki, biz işğalla barışmayacağıq və danışıqlar yolu ilə məsələ həll olunmazsa, hərbi yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik. Və belə də oldu. Və birinci dəfə prezident vəzifəsinə seçiləndən sonra and içmə mərasimindəki çıxışımda da bildirmişdim ki, bu bizim üçün əsas məsələdir və ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Hazırlıq dövrü çox çəkdi. Bu da təbiidir. Çünki güc yığmalıydıq, güc toplamalıydıq. Beynəlxalq müstəvidə öz haqq işimizi təsdiqləməliydik. O cümlədən erməni dövlətinin hərbi cinayətləri haqqında məlumatı çatdırmalıydıq. Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalıydıq və çatdırmışıq.
son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında bizim mövqeyimizi, ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin hüquqi əsasını təşkil etmişdir. Biz bir çox ölkələrlə sıx ikitərəfli münasibətlər qurduq. Bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətlərini qurduq. Bu da beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsi ilə bağlı olan həqiqətlərini çatdırmaq üçün imkan yaratmışdır. Güclü, heç kimdən asılı olmayan iqtisadiyyat qurduq. Güclü ordu qurduq. Həm ordumuzun peşəkarlığını artırdıq. Eyni zamanda əldə edilən gəlirlər hesabına silah-sursat texnika aldıq. Yəni, hər gün, hər ay biz qələbəyə doğru addımlayırdıq və mən bunu dəfələrlə işğal dövründə demişdim ki, hər gün biz qələbəni yaxınlaşdırmalıyıq. Və yaxınlaşdırdıq və cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq. Düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırırıq. Və bugün son 2 il yarımlıq tarix göstərir ki, nə qədər bu düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxt Xocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azad edilməmişdi. Ancaq mən bilirdim və əminəm ki, Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil. Və 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi. İşğalçılar torpaqlarımızdan qovuldu. Torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Və Xocalıya ədalət məhz o vaxt təmin edildi. Və bugün memorial kompleksin açılışı, məhz Xocalıda açılışı bu ədalətin təntənəsidir. Çünki mən bunu təməl qoyma mərasimində demişdim. 2 il bundan əvvəl Xocalılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev fondu tərəfindən bu layihə çoxdan hazır idi. Və necə var, necə tikilib, belə də nəzərdə tutulmuşdu. Yer də seçilmişdi Bakıda və artıq son mənim qərarım lazım idi ki, bunun inşasına biz başlayaq və nəysə məni hər dəfə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi? O da inam idi ki, gün gələcək və bu memorial kompleksini biz Xocalada quracağıq və belə də oldu. Bu kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq. Ayıq olmalıyıq. Həmişə güclü olmalıyıq. Həmişə düşmən bizdən qorxmalıdır. Necə ki, bugün qorxur. Və məhz bu qorxu nəticəsində bugün Azərbaycan xalqı sülh içində yaşayır. Vətən müharibəsi, əfsuslar olsun ki, Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz
öz mövqeyimizi çatdırmışdıq. Heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrin hərbiçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir. Dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun. Qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın. Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsin. Bunu dəfələrlə bildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik. Amma biz adekvat cavab almamışıq. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdı. 2020-ci ilin zəfərindən 23-cü ilin antiterror əməliyyatına qədər bax, buraya dəfələrlə qanunsuz xarici dövlətlərin nümayəndələri gəlmişdir. Bu ölkələri heç bugünkü mərasimdə heç onların adlarını çəkmək istəmirəm. Separatçılara ürək dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün separatçılara tövsiyələr verilirdi, silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki, burada məskunlaşan xarici dövlətin kontingenti bizi nədənsə çəkindirəcək. Heç nədən bizi çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək. Bugün bu memorial kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər birisi öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər. Uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Həm öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda görə nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər. Və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, ordumuza inam. Və bugün bu memorial kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, yəni 20-ci əsrin ən qanlı cinayətlərindən biri idi Xocalı soyqırımı. Və xalqımız buna məruz qalmışdı. 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız həm öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı və bugün biz bu memorial kompleksin açılışında iştirak edərkən bir də deyirik ki, bugün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təhribat törətmək gəlməsin. Artıq Azərbaycan 92-ci ilin Azərbaycanı deyil. Bugün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdı dünyada. Və bugün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövləti bizim siyasətimizdir. Mən
elə Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki, biz Azərbaycanlıyıq. Biz müharibəni də, müharibənin qaydaları əsasında aparırıq və aparacağıq. Heç vaxt ermənilərdən fərqli olaraq günahsız əliyalın mülki əhaliyə qarşı müharibə aparmamışıq. Və bu bizim xalqımızı daha da ucaltdı. Və bugün xalqımıza, dövlətimizə olan hörmət o cümlədən məhz buna görədir. Və o vaxt mən demişdim ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. Bütün şəhidlərin qisası alındı və bütün şəhidlərin doğmaları, yaxınları üçün bu müəyyən təsəllidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətlərini unutmayacağıq və hər zaman güclü olmalıyıq və olacaq ki, belə faciələr bir daha təkrarlanmaz.